Keçmiş Sovetski kimi tanınan ərazidə söküntü işləri aparılır. Söhbət Bakının Yasamal rayonundakı Nizami, Rıza Quluyev, Nabat Arşubəyova, Çingiz Mustafayev və Mirzəğa Əliyev küçələrindən gedir. Proses Yasamal rayon icra hakimiyyəti, Dövlət Şəhər Salma Arxitektura Komitəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarət altında aparılır. Çoxsaylı arxitektur binaların, mədəni tarixi abidələrin mövcud olduğu bu ərazilərin bir hissəsində yeni park salınacaq. Maraqlıdır, növbəti söküntü işləri hansı ərazilərdə aparılacaq? Bu barədə Əmlak Məsələləri üzrə ekspert Ramil Osmanlı News 24 azı açıqlamasında bildirib ki, şəhərin inkişafı məqsədi ilə nəzərdə tutulmuş söküntü və yenidən qurma işləri dövlətin imkanları və cəlb olunan investisiyaları hesabına mərhələli şəkildə icra olunur. Bakı şəhərinin baş planında konkret olaraq söküntü və yenidən qurma nəzərdə tutulan ərazilər müəyyənləşdirilib. Bu ərazilərdə köhnə və yaşayış üçün əlverişli tikililərin qanunvericilik əsasında sökülməsi prosesi həyata keçirilir. Bu proses bir gündə və ya birdən-birə reallaşa bilməz. Baş planın icrası böyük resurs və zaman tələb edir. Hazırda bu istiqamətdə Dövlət Şəhər Salma və Arxitektura Komitəsi tərəfindən sistemli işlər aparılır. Ramil Osmanlı qeyd edib ki, hazırda paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizam və digər rayonlarında kifayət qədər köhnə və təkwəli binalar mövcuddur.